Bismillahirrahmanirrahim və bihi nestəin və sallallahu ala seyyidina Muhammed və alihi tahirin. Bəli, Hüseyin müəllim, biz keçən verilişdə qeyd elədik ki, ibadətin mənası nədir? İbadətin bir lüğətdə olan mənası var, bir də terminoloji baxımdan etiqad elmində olan mənası. İbadət lüğətdə yəni mütləqul izhar ət-təzəllül. Yəni insan öz zəifliyini, necə deyirlər, kiçikliyini bir varlıq ki, onu əzəmətli bilir, onun müqabilən eləyir, kiçik bilir, bunu aşkar edir, kiçikliyini. Bu lüğətdə olan mənası idi. Amma mən dedim ki, terminoloji baxımdan ibadətin mənasında gərək bir dənə qeyddə əlavə ola. O da budur ki, biz o təzim etdiyimiz varlığı özümüzə xaliq bilək, yaradan bilək, Rəbb bilək. Bu ünvanla əgər biz bir varlığa təzim etsək Allahdan başqa, o olacaq nə? Şirk. Bəs buna əsasən nəticə ala bilərik. O şəxslər ki, qəbir ziyarətlərinə gedirlər, o qəbir sahiblərini əgər xaliq ünvanında orada öz təvazökarlığını bildirərlərsə və təzim edərlərsə, bəli, bu şirkdir. Amma sualı budur ki, hansı qəbir ziyarətinə gedən o qəbir sahibini özünə xaliq bilir, Rəbb bilir? Heç bir şəxs, heç bir avam bir şiədən soruşsan ki, Əli kimdir? Əli ibn Əbi Talib kimdir? Deyəcək ki, Əli ibn Əbi Talib mənim imamımdır, Allahın bəndəsidir. Nə üçün onun ziyarətinə gedirsən? Soruşur da bunu şiələrdən soruşur. Ey şiə, sən ki gedirsən, savadı da yoxdur, Məşədə gedirsən, Məşədə ziyarətinə. Nə olub orada? Nəyə gedirsən? Allahı ziyarət eləməyə gedirsən? Kimə desə ki, Allahı ziyarət edir, o necə deyirlər, narahat olur. Bəli, çox narahat olur. Mən deyirəm, İmam Rıza bir insandır. Amma gözəl bir insandır. Allahın ləyaqətli bəndəsidir. Ustad, ona müşrik yox, ona deyirsən, sən kafirsən. Sən məsələn imamı deyirsən ki, Allah. Heç bir şeyə Allahdan başqasına təzim edəndə həmin o şəxsi özünə Allah bilmir. Nə qədər də böyük məqam sahibi olsa da belə. Peyğəmbər də olsa, Peyğəmbər əbddir. Amma Allahın gözəl bəndəsidir, salih bəndəsidir. Baxın, qərar oldu biz Ayətullah Müzəffərin kitabı əsasında qabağa gedək. Həmin ibadətdə olan tövhidi bəhs etdikdən sonra buyurur ki, və əmmə ziyarətül qubur, amma qəbirləri ziyarət eləmək və iqamətül məatim, matəm saxlamaq, İmam Hüseyin əleyhissalamın Məhərrəmin, Fatimiyyə günlərində, xanım Zəhra salamullah əleyhən şəhadət günlərini, İmam Əli əleyhissalamın şəhadət, digər məsumların ibadət, matəm və viladət günlərini keçirtmək. Bu fəleyisət min növ'it təqarrub ilə qeyrillah. Bu həqiqətdə Allahdan başqasına təqarrub eləmək mənasında deyil. Niyə? Çünki biz bunların matəmləri saxlayanda və yaxud qəbirləri ziyarət edəndə həqiqətdə onların Allah yolunda olmaqlarını xatırlayırıq. Və yaxud da onların hədislərindən eləyirik, bəhs edirik bu məclislərdə. Onlar da həqiqətdə bir vəsilədir bizim Allaha yaxınlaşmaq üçün bir vasitədir həqiqətdə. Əlbəttə, biz belə deyirik, bizim etiqadımız budur. Onları həqiqətdə biz ziyarət edəndə Allaha yaxınlaşırıq. Nəinki Allahdan başqasına. Amma kəma təvəhhəməhu bə'zu mən yuridu tə'nə fi təriqətil imamiyyə. Amma o şəxslər ki, vəhhabilər kimi istəyirlər şiələri ilə yersiz, yerli irad və şübhə eləsinlər, onlar vəhm edirlər, xəyal eləyirlər ki, bunlar nədir? Şirkdir və yaxud da Allahdan başqasına bir növ ibadətdir. Xeyr, belə deyil. Biz buna inanmırıq. Bunlar həqiqətdə qəflət eləyirlər ən həqiqətli hal. Həqiqəti düşünməyirlər. Sonra misal vurur. Deyir ki, bizim hədislərimizdə var, Peyğəmbərin də hədisində var, imamların da hədisində var. Deyirlər ki, gedin xəstənin iyadətinə. Xəstə, bir nəfər ki, xəstə yataqdadır, onun görüşünə gedin, yoxlamağa gedin. Ziyarət birinin ziyarətdir. Və yaxud çoxlu hədislər var. Təşyiül cənaiz. Cənazə bir nəfər ki, aparırlar, təşyiy eləyirlər, dəfn eləməklə, deyir, orada gedin, iştirak eləyin. Ziyarətül ixvan fiddin. Din qardaşlarınızın ziyarətinə gedin. Və müvasatəl fəqir, bir nəfər ki, fəqirdir, gedin, onun elə fəqirliyin ehtiyacını aradan qaldırın. Aya, bunlar Allahdan başqasına ibadət hesab olunur, Peyğəmbər bu qədər təkid edib, imamlar bu qədər təkid ediblər. Xeyr, fə innə iyadətəl məriz, xəstənin görüşünə getmək, fi nəfsiyyə əməlün salih. Bu salih bir əməldir. Bu salih əməlin vasitəsilə biz kimə yaxınlaşırıq? Allaha yaxınlaşırıq. Niyyətimiz Allaha xatir. Bəli, üçün Allah deyib xəstəni yoxla, üçün Allah Taala bu ki, cənazədə iştirak elə. Bunlar özü-özünə salih əməldir. Biz salih əməlləri edirik ki, Allaha yaxınlaşaq. Ustad, düzürsən, biz oradan belə bir dərs də çıxarda bilərik ki, məsələn, xəstənin görüşünə gedirik, ona bir şəfa diləyirik.
və Allaha da bir tərəfdən ki, şükür edirik ki, məsələn biz bu xəstəliyə tutulmamışıq. Bəli. Və yaxud da ki, məsələn o Yəni cənazə sağlamlığın həqiqətən nemət olmağını Bəli. dərk edir. Və yaxud da ki, məsələn o cənazədə iştirak etmək bir növ Allaha xatırlayır ki, bu Bəli, ölümdən ölümü mənə yad də edirsən, var. bəli, bəli. Çox gözəl. Yəni biz demək istəyirik ki, bu ziyarəti quburdur, qəbir ziyarət eləməliyik, matəm saxlamaq, bu məclislər keçirməliyik. Bunlar hamısı eynən xəstəni ziyarət eləməliyik kimi nədir? Əməli salihdir. Salih bir əməldir. Salih əməlin vasitəsilə biz Allaha yaxınlaşırıq. Baxın buyurur ki: "Əmmə konu ziyarətul qubur və iqamətül məati minəl əmalis salihəti şər'iyyə." Ziyarət qubur bu salih əməllərdən. Niyə? Fəzalikə yəsbut fi ilmil fiqh. Get fiqh elminə müraciət elə. Fiqh elmində orada deyirlər hansı əməli ibadidir, hansı əməli ibadi deyil. Vəl qərəz. Amma bizim məqsədimiz budur ki, ənnə iqamət hazil əmal. Bu əməlləri icra etmək, qəbir ziyarəti, məclislər keçirtmək leysət min növü şirk fil ibadə. İbadətdə olan şirk hesab olunmur. Niyə? İbadətdə şirk o vaxt olardı ki, biz bunları ziyarətə gedəndə o ziyarət qəbir sahiblərini özümüzə nə bilək? Xaliq bilək, yaradan bilək, Allah bilək. Amma heç kim bunu demir. Üstad üzr istəyirəm, biz onu həmin o qəbirdə olanlar belə, dünyanı dəyişənləri belə məntiqlə deməzdim. Belə yüngül düşüncə ilə düşünəndə ki, necə bir varlıqdır ki, biz onu necə bir varlıq bilirik ki, biz özümüz həyatdayıq, amma o biz yaradan yoxdur. Bəli. Bunu necə fikirləşmək olar? Hüseyn müəllim buna da işarə edir. Baxın, əgər peyğəmbər sağ olsaydı, əlimiz zamanı imamına çatsaydı hal-hazırda, onun ziyarətinə getsəydi, bu şirk idi. Xeyr. Məgər peyğəmbərin zamanında peyğəmbərin ziyarətinə getmirdilər o zamanda yaşayan səhabələr, müsəlmanlar. Nə oldu? Diri olanda şirk olmur, ölü olanda şirk olur. Ziyarət ziyarətdir də. Diri halında gedirsən, ziyarət eləyirsən. Daha sonra diri halında fərqi budur ki, onun məsələn görüşürsən, ondan məsələn iltiması dua edirsən. Bizim etiqadımız budur ki, hətta şəhidlər belə ölmürlər, peyğəmbər də ölməyib. Ruhu dünyasını dəyişib. Lakin onun mübarək cənazəsi müəyyən yerdə olduğuna görə təbərrük ünvanında gedirik. Bu baxımdan buyurur ki, bəl la təkunu tilkəl umur bin nisbətə ilə qeyrihim. Hətta işarədə eləmişim keçən verilişdə. Nəinki bu böyük məsum imamlar, böyük şəxsiyyətlər, ondan əlavə atadır, anadır, müəllimdir, o şəxslər ki, onları təzim eləməliyi vacibdir. Bunların da ziyarətinə getməliyik, bunların da müqabilində təzim eləməliyik. Bu heç vaxt ibadət deyil. Niyə? İzlə ibadə hiyyət təzim vəl xulu fi müqabilli qeyr bi ünvanı ənəhu Rəbbun yəstəhiqqul ibadə. Eyni ibarəsi bundandır. O vaxt ibadət hesab olunardı. Biz təzim etdiyimiz o Allahdan başqa olan varlığı Rəbb bilək, Xaliq bilək. Elə bir Xaliq bilək ki, ibadətə layiqdir. Bəli, bu niyyətlə gedib kiməsə sən təzim eləsən, bu olur ibadət və olur şirk. Amma heç bir şiə bu formada qəbir ziyarətinə girmir.